Tez bazar açılım niyeti ilə çəkilmiş bir videodur. Görək tez bazar bir video olacaqmı? 2x-lə baxmayasınız deyə tez bir məlumatlar. Tez vaxtda təxminən 10 gün içində həyatına gələn xoş xəbər nədir? Nə cür bir xoş xəbər alacaqsan? Nə cür bir xoş hadisə baş verəcək və ya ümumiyyətlə baş verəcəkmi? Hal-hazırda bu videonu izləyən insan hansı enerjidəsən? Enerjinə baxaq, səndən əlaqədardırsa davam edək. Hal-hazırda bir yalanla mübarizə aparırsan. Hansısa bir yalan var ətrafında və sən bunu bilirsən və bununla mübarizə aparmaq istəyirsən. Nəsə hiss edirsən ki, kimsə özünü yaman şübhəli aparır. Mən bunun axırına çıxacağam. Bu əsasda münasibətlə əlaqədar ola bilər. Dostluqla və ya ailənin bir üzvü ilə əlaqədar. Bir yalandır. Nəsə şübhəli aparır özünü. Gəl baxaq. Bu yalan ortaya çıxacaqmı ümumiyyətlə? Bu yalan ortaya çıxacaqmı? Sən əlində bu nədir ki, sən əlində bu heç nədir. Əlbəttə ki, ortaya çıxardacaqsan sübutlarla, dəlillərlə. Hətta o məlumat özü sənin qarşına çıxacaq, düzdür. Bu məlumatla əlaqədar biraz üzüləcəksən, amma deyəcəksən ki, onsuz da şübhələnirdim. Və bu baş verəcək və bu seçim qarşısında qalacaqsan. Tez vaxtda həyatından nə xəbər gəlir? Gəl baxaq. Uca 1 dəqiqə 18 saniyədir. Hələ ki, məğzə çatmamışıq. Tez bir vaxtda hansı xoş xəbər alacaqsan? Təxminən 10 gün içində. Hansı xoş xəbər alacaqsan? 10 gün içində hansı xoş xəbər alacaqsan? Təxminən 10 gün içində. Burada bəziləriniz keçmiş münasibətlə əlaqədar bir insan peşman olaraq ayağınıza gələ bilər. Yəni, keçmişdə bitmiş bir münasibətdir və yaxud da ki, kimsə sənə haqsızlıq eləyən bir insandır. O insan peşman olacaq və sənə addım atacaq. Münasibəti bərpa eləmək üçün addım atacaq. Haqsızlıq yaşadığın bir durum varsa, hazırda addım atacaq sənə. Tez bir vaxtda 10 gün içində nəyə sevinəcəksən? Gəl baxaq, nəyə sevinəcəksən? 10 gün içində nəyə sevinəcəksən? O məlumatlar gəlir, nə məlumatlar gəlir? Çətinlik gedir səndən, çətinlik aradan qalxır. Belə deyim də, bəziləriniz ümumiyyətlə kəskin bir qərar verirsiniz, net bir qərar verirsiniz. Burada kəsib atmaqla əlaqədardır, ola bilsin. Hansısa üzülüb ucunda qalan bir münasibət var. Burada işlə əlaqədar, bəzilərinizdə iş dəyişikliyi var, daha könlüncə olan bir yeri keçid var. Bəzilərinizdə üzülüb ucunda qalan bir münasibət var. Məsələn, fikrində bir insan var, deyirsən ki, münasibətdə olduğun insan. Nəsə mən bundan bir məlumat almalıyam ki, mənim səbəbim olsun, bundan əlaqəni kəsin. Çünki o enerjini almıram artıq. Bəli, o məlumat alacaqsan, o enerjini alacaqsan və bitirəcəksən. Maddi cəhətdən xeyirli bir dönəmin gəlir. Ən qəşəng xəbər budur məncə. İşinlə əlaqədar vəzifə yüksəlişi gəlir burada sənə, maddiyyatla əlaqədar xeyirli bir şəkildə maddiyyat gəlir, gözlədiyin pul gəlir həyatında. Ruzi yolun açılır, uğur şans yolun açılır. Dövlət qapısından olan bir işlərin varsa, o xeyrisi ilə həll olur. Aldım, qəbul edim, yaz ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.